matanı, 5-10 manat qalanı. Əmican, hoşsan? Gedə bilərik. Şida, elin gördü. Əmican, gedək. Gedək gülüm oğlum. Əmican, kondisioneri qoşa bilərsən, zəhmət olmasa. Nəsə isti ol deyə. Konseri yandıraram amma sen biraz əlavə pul verirsən. Yaxşı, şey yox, o qalsın onda. Sənə külək lazımdır, külək. Ha, külək pulsuzsa qoy olsun. Ay matanı. Əmican, sən çoxdan taksidə işləyirsən, hə? Yo, taksi mənim üçün muşğulatdır. Bir dənə şirkət var, taksi şirkəti. O dostumdur. Gedirəm hərdə bu maşını götürürəm ondan. Necə deyirlər, müsibət edirəm, fırraram şəhəri. Mən izvesni, satış meneceriyəm. Bala özüm üçün çaxçıq vururam da. Əmican, biraz mənə tərəf danış, zəhmət olmasa. Amma yola da bax da. Ay günüm ağlam. Mən gözü yumulu maşın sürənlərdənəm, gözü yumulu. Əmican, sən bura adamına da oxşamırsan, Düz deyirsən. 15-20 il Rusiyadaydım. Orada mənim, necə deyirlər, biznesim, imkanlarım. Bir gecənin içində düşdüm, zibilə düşdüm. 2-3 milyonum vardı, götürdüm, geldim burada iş kurdum, bir dana cağ maşını aldım. Ay vatanı, 5-10 manat qalanı. Əmican, külək çox oldu. Deyirəm kondisioneri qabaqda saxlayarsan da zəhmət olmasa. Qabaqda saxlayaram da, nə olub indi? Sən də laf qəribə oğlansan, bu dəqiqə saxlayaram. Necədir bura? Əla. Sənin maşında külək çoxdur ya. Buyur, çox sağ ol. Sağ ol, Allah bərəkət Sağ ol. versin. Sağ salamet. Qəribədir. Axır vaxtlar kondisionerin pullu olduğunu eşidən müştərilər adama boş-boş suallar verirlər. Ay matanı, 5-10 manat.